şirk deyil. Tələbə müəlliminə dedi, nə üçün siz ya Əli deyirsiniz, nə üçün ya Allah demirsiniz? Müəllim dedi, məyər eşitmədin ki, sinifinizə girmək istəyəndə ya Allah dedim? Deməli biz ya Allah da deyirik. Tələbə dedi, xeyr, mənim məqsədim odur ki, niyə Əli əleyhissalamı çağırırsınız? Müəllim dedi, bizim İmam Əli əleyhissalamı çağırmağımızda nə problem var? Dedi, bu şirkdir. Müəllim onun yanındakı dostuna işarə edib dedi, əgər sən bu dostunu çağırsan, bu şirkdirmi? Dedi, xeyr, amma bu dostun buradadır. Müəllim dedi, əgər sən burada olmayan, qeybdə olan birini çağırsan, bu Allaha şirk qoşmaqdırmı? Yoxsa sən onu Allaha şərik qoşmusan? Dedi, xeyr. Müəllim dedi, bəs bizim Əli əleyhissalamı çağırmağımızda nə problem var? Dedi, xeyr, siz İmam Əli əleyhissalamı və İmam Rıza əleyhissalamı çağırırsınız ki, sizə şifa versin. Müəllim dedi, o başqa bir bəhsdirdi ki, sizin üçün izah edəcəm. Amma ilk sualım budur ki, nə üçün İmam Əli əleyhissalamı çağırırıq? Mən demək istədim ki, İmam Əli əleyhissalamı çağırmaqda nə problem var? Biz Əli əleyhissalamı çağırmağı sevirik. Bir şəxsdən heç nə istəmədən onu çağırmağın bir problemi yoxdur. Sonra müəllim dedi, ikinci sualın bu idi ki, siz İmam Rıza əleyhissalamdan şifa istəyirsiniz. Heç məşhədə getmisən? Dedi, xeyr. Müəllim dedi, siz məşhədə getməmisiniz. Hardan bilirsiniz ki, biz şiyələr İmam Rıza əleyhissalamdan şifa istəyirik? Dedi, biz eşitmişik ki, siz ziyarətgaha gedib şifa istəyirsiniz. Müəllim dedi, bizim İmam Rıza əleyhissalamdan şifa istəməyimizdə nə problem var? Dedi, xeyr, yalnız Allah şifa verir. Müəllim ona tərəf dönüb dedi, indiyə qədər xəstələnib həkim tapmağa ehtiyacın olubmu? Dedi, bəli. Müəllim dedi, sənə həblər və dərmanlar yazılıbmı? Dedi, bəli. Müəllim dedi, o həbləri və dərmanları içəndən sonra xəstəliyin keçdi, yoxsa hələ də xəstəsən? Dedi, xeyr, həbləri içdim və sağaldım. Müəllim dedi, indi mənim sualıma cavab ver. Bu həblər idi ki, sənə şifa verdi, yoxsa Allah idi ki, səni şifa verdi? Dedi, xeyr, mənə şifa verən Allah idi. Müəllim dedi, əgər Allah sənə şifa verdisə, onda nə üçün həbləri və dərmanları içdin? Dedi, xeyr, Allah şəfanı həblərin içinə qoyub. Müəllim dedi, biz şiyələrin də dediyi bütün sözlər budur. Sən sözümüzü təsdiq etdin. Müəllim onun təəccübləndiyini gördü və dedi, necə ki Allah Taala xəstələrin şəfasını kiçik bir həbin içinə qoyub, bu Allah həmin şəfanı öz övliyalarından biri olan İmam Rıza əleyhissalam kimi şəxsə verə bilməzmi? O, iki yol arasında qaldı. Əgər desəydi, xeyr, Allah bacarmaz, Allahın qüdrəti sual altına alınardı və əgər desəydi, bəli, bacarar, bizim sözümüz təsdiq olunardı. Onun pak təbiəti bizim sözümüzü təsdiq etməyə hökm verdi və dedi, bəli, Allah bacarar. Müəllim dedi, biz şiyələrin də dediyi bütün sözlər budur ki, Allah Taala İmam Rıza əleyhissalama elə bir qüdrət verib ki, o, xəstələrə şifa verə bilir. Eyni ilə o qüdrəti həblərin içinə qoyduğu kimi. Əslində Allah öz ixtiyarı ilə şifa verməyi İmam Rıza əleyhissalama verib və bu, tövhidin özüdür və şirk deyil. İndi ki, tələbəsi üçün bir qədər aydın oldu ki, şiyələrin sözü nədir, müəllim dedi. Quranda iki ayə var. Bir ayədə deyilir, bu Allah Teala'dır ki, canları alır. Digər ayədə isə buyurur, bu Mələkül Mövt, Əzrail əleyhissalamdır ki, canları alır. Müəllim soruşdu, axırda canları alan kimdir? Dedi, Əzraildir, Allahın izni ilə alır. Müəllim dedi, yaxşı, biz şiyələrin də dediyi budur ki, deyirik, İmam Rıza əleyhissalam və digər imamlar Allahın izni ilə bir sıra işlər görə bilirlər.
Bu şirkdimi? Dedi, xeyr.